Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Xüsusi yağışlı bir hava şəraiti gözlənilmir, lakin gecə və səhər saatlarında bəzi yerlərdə, xüsusilə də səhər saatlarında bəzi yerlərdə yağışlı hava şəraiti gözlənilir. Çiskinli yağışlar olacaq, amma gün boyu davam eləməyəcək. Arabir duman olacaq. Havanın temperaturu isə 8 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısına etibarən bu temperatur 3-5 dərəcəyə qədər enəcək. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. İlk olaraq şimal-şərq küləyi əsəcək, 7-12 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacaq, 8 və 13 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Nisbi rütubəti isə 70-80% olacaq. Bölgələrimizə keçid alırıq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək. Bu ərazilərdə bugün hava əsasən yağmursuz olsa da, gün boyu dəyişkən buludlu olacaq, arabir duman olacaq. Dağlıq ərazilərdə qar yağma ehtimalı var. Qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu yalnız 8-9 dərəcə aralığında isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində bugün əsasən yağmursuz hava şəraiti gözlənilsə də, əslində bəzi yerlərdə dağlıq əraziləri daxil olmaqla yağıntılar olacaq. Yağıntılar gün boyu intensivləşəcək, amma axşama doğru kəsiləcək. Arabir duman olacaq, dəyişkən buludlu olacaq. Qərb küləyi əsəcək, 15-18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu isə yalnız 6 dərəcəyə qədər isti olacaq. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın bu ərazilərdə də bugün yağıntılı bir gün gözlənilir. Xüsusi olaraq dəyişkən buludlu olacaq, arabir duman olacaq və dağlıq ərazilərdə daxil olmaqla bu gün boyu davam edən bu yağışlar arabir kəsiləcək. Günün müəyyən hissələri daha çox intensivləşəcək. Axşama doğru isə yağıntıların kəsilmə ehtimalı daha çoxdur. Dağlıq ərazilərdə qar yağma ehtimalı var. Qeyd elədiyimiz kimi dumanlı hava şəraiti də bizi gözləyir. Havanın temperaturu isə 8-9 dərəcəyə qədər isti olacaq. Lakin gecə saatlarından etibarən havanın temperaturu getdikcə aşağı enəcək, 0-5 dərəcəyə qədər şaxtalı hava şəraiti ilə əvəz olunacaq. Qərb küləyi eyni zamanda özünü qərb ərazisində də göstərəcək. Belə ki, 5-10, bəzən 18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək qərb küləyi qərb bölgəsini bugün tamamilə əhatələndirəcək və dəyişkən buludlu olacaq qərb bölgəsində, arabir duman olacaq. Eyni zamanda havanın temperaturu burada da 8-9 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısına etibarən temperatur getdikcə aşağı enəcək. Yağıntılar olacaqmı? Bəli, bəzi yerlərdə yağıntılar olma ehtimalı çoxdur. Günün müəyyən hissələrində bu yağıntılar intensivləşəcək, lakin gündüzdən etibarən, yəni günün ikinci yarısından etibarən isə yağıntılar tədricən kəsiləcək. Havanın temperaturu qeyd elədiyimiz kimi 8 dərəcəyə qədər isti olacaq. Gün boyu isə xüsusi yağışlı hava şəraitindən ziyadə eyni zamanda xüsusilə də dağlıq ərazilərdə qarlı hava şəraiti özünü göstərəcək. Qar yağma ehtimalı da çoxdur. Şimal bölgəsinə keçid alırıq. Şimal bölgəsində də bugün bəzi yerlərdə yağıntılar olacaq, arabir duman olacaq, eyni zamanda dəyişkən buludlu olacaq ehtimalı var, qar yağacaq ehtimalı var. Qarlı hava şəraiti olduğu üçün gecə və səhər saatlarında şimal bölgəsində bir çox yeri daha xüsusilə də qeyd eləmək istəyirik ki, dağlıq ərazilərdəki yolları buz bağlama ehtimalı var. Havanın temperaturu 8 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısına etibarən xüsusilə də gecə saatlarında temperatur getdikcə aşağı enəcək. Qərb küləyi əsəcək. Qərb küləyi burada isə 23 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. İlk olaraq 15-18 metr saniyə sürətlə və güclə başlayacaq. Lakin qeyd elədiyimiz kimi 23 metr saniyə sürətlə və güclə davam eləyəcək. Cənub bölgəsində də daxil olmaqla eyni zamanda Mərkəzi Aran bölgəsində də bugün yağıntılar olacaq. Amma ilk olaraq Mərkəzi Aran bölgəsinə keçid almaq istəyirəm. Belə ki, dəyişkən buludlu olacaq, arabir duman olacaq. Yağıntılar intensivləşəcək, amma gündüz və gecəyə doğru, axşama doğru yağıntılar kəsiləcək. Havanın temperaturu 8 dərəcəyə qədər isti olacaq. Qərb küləyi əsəcək, 15-18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Bu ərazilərimizdə də bugün qar yağma ehtimalı var. Amma təbii ki, dağlıq ərazilərdə və digər dağlıq bölgələrə nəzərən biraz daha az miqdarda özünü göstərəcək. Amma əsas yağıntılar, yağışlar özünü göstərəcək və qeyd elədiyimiz kimi bəzi yerlərdə gecəyə doğru, axşama doğru yağıntılar kəsiləcək. Son olaraq isə Cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində bugün də şimal-şərq küləyi əsəcək, 15-18 metr saniyə sürətlə və güclə hərəkət eləyəcək. Arabir duman olacaq, dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağıntılar olacaq, gün boyu intensivləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Bu ərazilərimizdə də dağlıq ərazilərdə qar yağma ehtimalı çoxdur. Havanın temperaturu isə yalnız 8 dərəcəyə qədər isti olacaq. Günün ikinci yarısına etibarən xüsusilə də gecə saatlarında temperatur aşağı enəcək. Dağlıq ərazilərdə isə 1-3-0-5 dərəcə şaxtalı hava şəraiti ilə əvəz olunacaq. Bu günə, bu tarixə olan həm paytaxtımızda, həm də bölgələrimizdə havanın gedişatı və hava proqnozu
proqramımızı bu məlumatlarla dolu idi. Biz də bunu sizdə məhz günün bu hissəsinə çatdırmaq istədik ki, gününüzü artıq normal şəkildə planlayasınız. Həftə sonu ilə bağlı qeyd etdiyimiz nüansları da nəzərdən keçirin və yaddan çıxarmayın. Əsas odur ki, hava gedişatı, soyuq hava şəraiti sizin əhval-ruhiyyənizə pis təsir göstərməsin, gününüz xoş keçsin. Biz isə qısa fasiləyə keçid alırıq. Daha sonra proqramımız öz axarında davam edəcək.